Bunun üçün əvvəlcədən bayaq da dedim. Yəni sınağa getmək üçün imtahandakı balınızı göstərməyin. Sınağa getmək üçün vaxt bölgüsü göstərin. Ona görə çoxlu sınaqlara getməyi tövsiyə edirəm. Yoxsa sınaqdan 250 bal yığan çox imtahana rahat 270, 280 yığan. Çünki imtahan çox asan olur. Həqiqətən oxuyan asandır. 11-dən söhbət getmir, 9-dan söhbət gedir. Bəs necə eləmək olar? İlk olaraq bunu deyə bilərəm ki, birinci növbədə, yəni siz istəsəniz də istəməsəniz də ingilisdən başlayasınız. Dinləmə. Bəzi uşaqlar var ki, dinləməyə qulaq asılan müddətdə arab fasiyası buraxır. O arada qayda sualları həll edirlər. Çox böyük bir səhvdir. Çünki dinləmədə sən beynini oturtmalısan. Çünki 6 dənə sual olur. Sənin 6 dənə sualın elə 24 dənəsi geride qalır da. Biraz diqqətlə dinləməyə qulaq asmalısın. Dinləməyə keçməmişdən qabaq sabah verəcəklər. Bir bütün sözün tərcüməsindən mən baxmağı tövsiyə verirəm. İlk sual mətnin haqqındadır. Onu oradan eşitməyəsiniz, yəqin ki bilirsiniz. Əsas üstünlük verir 6-cı suala, açıq suala. Çünki ən çox balısı o verir. Geri qalanlar üçün məntiqinə belə otura bilərsiniz. Nəysə, onu yazırız. 5 dəqiqə ərzində sizə qayda alacaq. Qayda çünki həqiqətən çox asan şey. İndi deyəsə çox asan, asan düşür də. 5 dəqiqə ərzində qaydanı yazarsınız. Dinləmə getdi, qayda getdi, qaldı ingilisli mətni. Keçmirsiniz. Keçiz Azərbaycan dilinə. Azərbaycan dilinin 10 dənə qaydasını yazdınız, qutardı. Keçirsə sonra ingilis dilinə yox, riyaziyyata. Riyaziyyatın ilk 15 dənə qapalı sualı olmalı, səhv verməsə onu yazırsanız, çünki onlar da asan olur. Sonra keçirsiniz ingilis dilinin yox, Azərbaycan dilinin elmi mətnindən. Elmi mətni çünki biraz çətindir. Elmi mətni yazdıqdan sonra publisistik mətni yazın. Publisistik yox, elmi mətni yəni publisistik mətni yazdıqdan sonra bədii mətni yazın. Ondan sonra ingilis dili mətni yazın. Sonra isə görərsiniz ki, imtahanda 1 saat yarım, hətta 2 saat yaxın vaxt gələcək. Geri qalan suallara isə riyaziyyat yazmağa çalışın. 2 saat tamam oldu. Riyaziyyatları bitdim yəni ki. Və çalışın ki, son 15 illərdə imtahanı kodlaşdırma istifadə olunur. Aşağısı isə yarım saatda 1 saat, 2 saatda təmiz bitirin. Rahat bitirərsiniz inşallah. 1 saatda kodlaşdırmanı rahat sərbəst eləyin. Əlin olmadığı artıq kodlaşdırmayı saxlayın. Ondan sonra isə imtahana bir yarım saat falan qalmış, yarım saat kodlaşdırma qutararsın. Yarım saat qalmış bilmədiyiniz suallara baxın və kodlaşdırın. Ondan sonra da kitablarınızı götürün, imtahana gəlin və inşallah yüksək balınızı topladığınızı işlərsiniz. İnşallah.